Bir müddət öncə tapançalı fotosu ilə diqqət mərkəzinə gələn Kəmalə Şxenskayanın direktoru olduğu 249 nömrəli məktəbdə bıçaqlı manyakin peyda olduğu deyilir. Bakupost AZN əldə etdiyi xəbərə görə bununla bağlı məktəb müəllimlərindən birinin səs yazısı da paylaşılıb. Valideynlər qrupuna göndərilən səs yazısında müəllimə 5C sinfindən 5-ə yaxın şagirdin adını çəkir və onların maskalı manyaki gördüyünü etiraf edir. O, məsələnin araşdırmalı olduğunu bildirir. Qeyd edilir ki, bu hadisədən sonra valideynlər övladlarının təhlükəsizliyi ilə bağlı ciddi narahat olublar və direktordan bu məsələ ilə bağlı tədbir görülməsini tələb ediblər. Tapançalı direktor isə nəinki tədbir görməyib, hadisəni örtbasdır edib. O, valideynlərə hədər qorxu gəlməkdən də qalmayıb. Məsələ ilə bağlı 249 nömrəli məktəblə əlaqə saxladıq. Məktəbdən qeyd etdilər ki, aprelin 24 ilə 249 nömrəli tam orta məktəbə naməlum şəxsin daxil olması haqda yayılan məlumat əsasızdır. Məsələ ilə bağlı şagirdlər və onların valideynləri ilə görüş keçirilib, maarifləndirici söhbətlər aparılıb. Şagirdlər arasında yayılan əsassız məlumatları uyğun olmayan formada müzakirə edən, valideynlər arasında narahatlığın artırılmasına rəvac verən müəllimlə də söhbət aparılıb. Ona təhsil alanların etik davranış qaydalarına riayət etmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin bəndinə əsasən töhmət verilib. Amma bu açıqlamadan sonra yenə də bir sual açıq qalır. Övladlarının təhlükəsizliyindən narahat olan valideynlər həmçinin məktəbin müəllimi həqiqətən belə ciddi bir mövzuda yalan məlumat yayıb. Yoxsa tez-tez sensasiyalarla gündəmə gələn məktəb direktoru məsələni örtbasdır etmək istəyir. Hər halda valideynlər narahatdırlar. Məsələnin dəqiq araşdırılmasına, təhlükəsizlik tədbirlərinin görülməsinə və ictimaiyyətə daha detallı xəbər verilməsinə ehtiyac var.